Salamlar hər kəsə, hər birinizi xoş gördüm. Mən Həsənova Nərmin, Fis Akademinin Azərbaycan dili üzrə mentor müəllimiyəm. Baxırıq bu gün sizlərlə ölümsüzlük tipli sözün kök və şəkilçi ayrılması, yəni sözün tərkibinə görə təhlilinə baxırıq. Çoxumuz burada ən böyük çaşdığımız məqam nədir? Gəlin bunu deyim sizə. Bir çox müdavimimiz bunu belə ayırırlar. Yazaq sözümüzü. İndi fərqi deyəcəm sizə. Deməli, bu sözü belə deyirlər ki, ay müəllim, nəyə görə? Ölü sözü dilimizdə var da, bəs nəyə görə ölüdən ölüm yaranmır? Məsələn, ölü sözü də var, ölüm sözü də var, əlaqəsi də ola bilir. Bəs niyə bu ölüm sözü, ölümsüzlük sözünün kökü ölü, ölüm olmur? Necə ki biz qorxudurdu tipləri də sizə izah edəndə deyirdik ki, məsələn, qorxmaqdan birbaşa qorxmaq feili yoxdur deyə ut-bütövdür. Elə bir hal olduğu var idi ki, onu artıq qəbullanmış olursunuz ki, hə, qorxulu tip başqadır, qorxu tip başqadır. İndi bununla da bağlı sizə bir izah belə vermiş olacağam ki, harda siz bunu belə ölüm belə ayrılmış görsəniz, onun üstündən bir xətt çəkin, o səhv məqam sayılmış olur. Düzgün versiya budur. Öldən ölüm ismi yaranır, ölümsüz sifəti yaranır, ölümsüzlük ismi yaranır. Bu niyə belə olur? Çünki ölmək feilindən ölü sifəti normalda o heç var, ölü, diri, yəni belə sifətlər var, o başqa məsələ. Amma ölmək feilindən ölü sifəti yaranmış olsa və ölü sifətindən ölüm ismi yaransa, gərək sifətdən m deyə bir leksik şəkilçinin isim düzəldən ola. Siz bunu qarışdırmamaq üçün hansı sözlərlə əlaqələndirəcəksiniz? İndi onu buraya yazıram. Məsələn, yazın bura o dəqiqə baxım. Deyir ya, məsələn, baxım işləri. Məsələn, deyirəm ki, geyim. Məsələn, baxım olsun, geyim olsun, çəkim gücü olsun. Deyirəm çəkim. Və s. Yəni mənim çəkim məndə demirəm ha. Və s. tipli baxım sözü, o geyim sözü, çəkim sözü, o isim olanlar ki var, artıq burada baxıdan baxım yaranmır ki, baxmaqdan deyirəm baxım məhsulları. Geyməkdən geyim kecim. Çəkməkdən deyirəm ki, məsələn, filan bir şey cismin çəkim gücündən danışıram. Yəni bax bu kimi sözlərə siz diqqət etsəniz biləcəksiniz ki, necə bu feillərdən leksik şəkilçisi ilə baxın, leksik şəkilçisi ilə bu sözlər düzəlir. Siz bunu yadda saxlayın ki, leksik şəkilçisi feillərdən birbaşa isim düzəltmiş olur. Məhz ona görə də ölməkdən ölüm ismi, ölümsüz, ölümsüzlük, ölüdən ölüm olmuş, olmur. Bunu da bu şəkildə yadda saxlamış olacaqsınız. Belə bu qaydanı bu formada bilək. Sağ olun, sağlıqla qalın.